Bismillahirrahmanirrahim. Bugün Azərbaycanda müxtəlif cür cinayətlər baş verir. O cinayətlərdən biri Azərbaycanda tutulan, həbsə salınan xanımlardır. O xanımların bəziləri 34 gündür, 35 gündür azlıq aksiyası keçirir və həyatı təhlükədədir. Bunların cinayəti nədir? Zalim Azərbaycan hakimiyyəti bunlar ehsan verdiyinə görə, İmam ehsanı verdiyinə görə ərbəyində bunları zindana salıb. Bunlara uzun müddəti istəyir həbs verə. Azərbaycanda bütün pozğunluqlara yol açıblar. Bütün dəyərlər, milli, mənəvi dəyərlərin hamısı sual altındadır, hamısı ayaqlar altında tapdalanır. Amma xalqın bu belə dəyərli xanımları İmam ehsanı, Azərbaycan xalqının milli mentaliteti olan İmam ehsanını verdiyinə görə 4 aydan çoxdur zindandadırlar və üstəgəl bunlara da müxtəlif cür təzyiqlər var və bunların vəziyyəti içəridə hər cəhətdən pis vəziyyətdədir. Yəni bunlar cinayət etmədiyi halda hökumət bunlara Siyonistin işgəncəsini verir və bununla bağlı da heç kimdən bir səs çıxmır. Bugün tribunalar bundan danışmır. Bugün dini camiyə bununla maraqlanmır lazımınca. Bugün tribunada görürük ki, zalim hakim barəsində, onun tərifi barəsində müəyyən sözlər var. Bunlar nəyə lazımdır? Nəyə lazımdır? Orada bizim iffətli xanımlarımız çürüyürlər və həyatları təhlükədə ola-ola biz oturmuşuq, nə bilim təqvadan, nə bilim məscidi süpürməkdən və s. bu cür nə məsələlərdən danışırıq. Yəni bizim gərək qarşımızda biz gərək nəzərdə tutaq ki, qiyamət var. Və bu xanımlar üçün bir iş görməliyik. Ən sadə iş etirazımızdır. Sosial şəbəkələrdə və müxtəlif əlimiz çatan hər bir yerdə biz bu zalim Siyonist rejimə gərək ki, biz baskı göstərə bilək. Bəziləri çıxırlar müxalifətin hansısa satılmışı, qərbə satılmışı barəsində elə canfəşanlıq eləyir ki, adam belə baxır, həsrət çəkir ki, görəsən kimdir Allah övliyasıdır zindana düşübdür. Bunlar elə onların elə iqtidardakılarla eyni bezdədirlər. Bir bezin qırağıdırlar. Bugün bizim xanımlarımız işgəncə altındadır, həyatları təhlükədədir. Quru azlıq aksiyasına artıq başlayırlar. Ya ləl-muslimin deyirlər. Biz bunun müqabilində nə iş görürük? Biz Allaha cavab verməliyik. Bunu ciddi şəkildə papağımıza qoyaq qarşımıza və bunun barəsində düzgün fikirləşək və qiyamətimizi düzgün fikirləşək ki, sabah Allah birinci bizdən soruşacaq məsələ elə bu məsələdir.